Bu dərsimizdə əreylərlə, öz dilimizdə desək, massivlərlə tanış olacaq. Ümumiyyətlə, ərey nədir? Proqramlaşdırmada eyni tipli məlumatların vahid ad altında yaddaşda ardıcıl və nizamlı şəkildə saxlanıldığı topludur. Hər bir elementin indeksi, yəni sıfırdan başlayan nömrəsi ilə olur. Bu da məlumatlara sürətli müraciət etməyə imkan verir. İlk olaraq ərey metodlarından push metodu ilə tanış olaq. Push metodu massivin sonuna element əlavə edir. Burada let r bərabərdir. Əreylər qapalı mötərizə ilə qeyd olunur. Misal bura 1, 2, 3 rəqəmlərini qeyd edək və daha sonra ərəyə push metodundan istifadə edərək 4 rəqəmini bu şəkildə əlavə edək və konsola baxdığımız zaman ərəyə 1, 2, 3 və 4 rəqəmi də əlavə edilmiş oldu. Bu, real layihələrdə product karta misal məhsul əlavə etmək üçün istifadə olunan bir metoddur. İkinci bir metod pop metodudur. Bu isə massivin son elementini silir. Misal, bura sadəcə pop metodunu yazıram və ərəyə baxdığım zaman baxın 1 və 2 rəqəmini görmüş oldum. 3 rəqəmi buradan silinmiş oldu. Bu real layihədə product kartdan son məhsulu silmək üçün də istifadə olunur. Massivin ilk elementini silmək üçün shift metodundan istifadə edəcəyik və baxdığım zaman 2 və 3 rəqəmi bu şəkildə görünür və 1 rəqəmi buradan silinmiş oldu. Daha sonra massivin əvvəlinə element əlavə etmək üçün unshift metodundan istifadə edəcəyik. Gəlirəm bura, unshift yazıram. Misal bura 0 rəqəmini qeyd edirəm. Və ərəyə baxdığım zaman 0, 1, 2 və 3 rəqəmlərini bu şəkildə görmüş ola biləcəm. Yəni, ərəyin əvvəlinə 0 rəqəmini unshift metodu ilə əlavə etmiş oluram. İndi massivin hər elementini dəyişərək yeni massiv qaytarmaq üçün map metodundan istifadə edəcəyik. Bunu da bu şəkildə yazaq. Gəlirəm burada yeni bir dəyişkən əlavə edirəm. Let result yazıram və bərabər eləyirəm. Array içərisindən map metodunu bu şəkildə seçirəm. Və hal-hazırda biz funksiyalarla tanış olmamışıq. Ancaq bu dərsimizdə map metodu funksiyalarla işlədiyinə görə burada bu şəkildə izah edəcəm. Misal, array içərisindəki rəqəmlərdən hər birini num ilə qeyd edirəm və bu şəkildə ox işarəsi ilə hər bir rəqəmi vururam 2-yə və resulta baxdığım zaman baxın 2-ni 1-ə vurdu, 2 cavabını aldı və ərəyin içərisinə bu şəkildə 2-ni qeyd etdi. Daha sonra 2-ni 4-ə vurdu, 4 cavabını aldı, yenə ərəyin içərisinə bu şəkildə əlavə etdi və 3-ü 2-yə vurdu, 6 cavabını ərəyin içinə bu şəkildə əlavə edərək yeni bir dəyişkəndə yeni bir massiv qaytarmış oldu. Real layihələrdə ən çox API-dən gələn məhsulları dəyişmək üçün map metodundan istifadə olunur və bir də bizim filter metodumuz vardır ki, bu da eyni qaydada çalışır. Bura filter yazıram və burada belə deyək, şərtə uyğun elementləri seçmək istəyirəm. Misal, num kiçikdir 1 yazsam və resulta baxdığım zaman baxın 1-dən kiçik deyil. Ona görə 1-i daha doğrusu kiçikdir işarəsi yox, böyükdür işarəsi ilə bunu qeyd etdim. Burada birinci dəyər 1-dən böyük olmadığına görə 1 rəqəmini bura əlavə etmədim. 2 rəqəmi 1-dən böyük olduğuna görə 2-ni yazdı və 3 rəqəmi burada 3-dən böyük olduğuna görə 3 rəqəmi də bu şəkildə yazdı. Əgər mən bura böyükdür, bərabərdir əlavə etsəm, baxın 1, 2, 3-ü də əlavə etmiş olacaqdır. Çünki bir rəqəmi 1-ə böyük olmasa da bərabərdir.
Bu da real layihələrdə misal endirimli məhsulları seçmək üçün daha çox istifadə olunur. Daha sonra find metodu vardır ki, find metodu da eyni qayda ilə, eyni funksiya ilə belə deyək, çalışır. Burada bu şəkildə yazdığım zaman tutalım rəqəmlərdən biri tipinə görə 1-ə bərabər olanı buradan tapır və qarşımıza bir rəqəmini bu şəkildə əlavə etmiş olur. Və yaxud da ki, bunu ən çox array-in içərisində object ilə yazırlar. Gəlirəm burada dırnaqlı mütərizəni əlavə edirəm və name 2.50 yazıram və vergül qoyuram. Bundan bir dənə də əlavə edirəm. Burada vəli yazıram. Bu 50 böyük yazaq. Və burada user olsun və user.name bərabərdir. Tutalım burada 50-ni mən çağırmaq istəyirəm və konsolda rezulta baxdığım zaman name 50 olaraq bu şəkildə gəlmiş oldu. Yəni find metodu ilə şərtə uyğun ilk elementi qaytarmış oluruq. Sadəcə ilk element deyil, ikinci elementi də qaytarmış oluruq. Bu şəkildə yazaq. Vəlini yazdığım zaman baxın vəli dəyərini bu şəkildə gətirmiş oldu. Real layihələrdə də ID ilə məhsul tapmaq üçün bu metoddan daha çox istifadə olunur. Daha sonra şərtə uyğun elementin indeksini qaytarmaq üçün find indeksdən istifadə edirik. Bunu dala qaytaram. Hal-hazırda bu şəkildə rəqəmlərim vardır və find index metodundan istifadə edirəm. Yenə eyni qaydada funksiyamız bu şəkildədir. Burada tipinə görə seçdim və 1-ə bərabər olan dəyərin indeksini 0 deyə qeyd etdi. Çünki arraylər 0, 1, 2, 3 deyə başlayır. Yəni 0-cı indeksdən başlayaraq bu şəkildə cavabımızı qaytarmış oldu. Və yaxud da ki, gəlib bura 3 yazdığım zaman baxın 0, 1 və 2-ci indeksdə olduğunu bu şəkildə görmüş ola biləcəyik. Massiv içərisindəki elementin olub olmadığını yoxlamaq üçün isə includes dəyərlərindən istifadə edilir. Burada bunu silirəm və result nöqtə includes yazıram. Daha doğrusu result yox, array nöqtə includes metodunu bu şəkildə əlavə edirəm və burada 2 rəqəmini yazmış oluram və 2 rəqəmi array içərisində olduğuna görə true cavabını qaytarmış oldu. Əgər mən gəlib buraya 22 rəqəmini yazsam, false dəyərini qaytarmış olacaq. Çünki array içərisində 22 rəqəmi yoxdur. Buna görə də bizə false dəyərini qaytarmış oldu. Real layihələrdə misal user'ın hər hansısa bir produktı bəyənib bəyənmədiyini bu şəkildə yoxlaya bilərik. Daha sonra index of metodu ilə elementin indeksini tapmaq mümkündür. Gəlirəm burada index of metodundan istifadə edirəm və burada 22 dəyəri yoxdursa mənə -1 cavabı qaytarmış olur. Bu boolean dəyəri olaraq -1 false dəyərini bizə göstərmiş olur. Keçən dərsimizdə mən bunu izah etməmişdim. -1 dəyəri true deyə qaytarılır geriyə. Ancaq real layihələrdə -1-i false dəyər kimi götürürük. Bunu şərt bloklarını keçdiyim zaman daha dəqiq başa düşəcəyik. İndi hal-hazırda -1 dəyərinin bu şəkildə gəlmiş olduğunu görmüş olaq. Yəni index of 22 yazdığım zaman -1 dəyərini alacağam. Əgər mən 2 yazdığım zaman, yəni array içərisindəki rəqəmi yazdığım zaman birinci indeksi bu şəkildə almış oluram. 3 yazdığım zaman ikinci indeksi bu şəkildə almış olacağam. Daha sonra massivin bir hissəsini götürmək üçün slice metodundan istifadə edəcəm. Slice yazıram və başlanğıc indeksini burada vermiş oluram. Misal başlanğıc indeksi birinci indeksdən başlasın və ikinci indeksdə bitmiş olsun.
Bu şekilde yazdığım zaman bakın 0, 1, burada birinci indeksdən başlayacaq ve ikinci indeksdə bitmiş olacaq ki bu ikinci indeksi qəbul etməyəcək. Etmədiyinə görə də sadəcə array içərisində 2 dəyərini görmüş ola biləcəyik. Əgər mən bura 3 yazsam, baxın 2 və 3 dəyərlərini də bu şəkildə görmüş ola biləcəyik. Misal burada bir çox rəqəmlər olsun. 5 yazıram, virgül 6 yazıram. Slice metodunda tutalım ki 3-cü indeksdən başlasın və 4 də bitmiş olsun. Baxın 1, 2, 0, 1, 2 və 3-cü indeks 4 dəyərini göstərir. 4-cü indeksimiz burada 0, 1, 2, 3 və 4 olduğuna görə, yəni 5-ci rəqəm olduğuna görə 5-i burada qəbul etməyəcək, sadəcə 4 rəqəmini bu şəkildə yazmış olacaq. Əgər mən gəlib burada birinci indeksdə bitməyini göstərmiş olsam, bu doğru olmayacaqdır. Çünki JavaScript bunu məntiqsiz olaraq qəbul edəcəkdir. Ona görə də array içərisini boş vermiş olacaqdır. Bu başlanğıc nöqtədən başlayır, sonuncu indeksə qədər olan dəyərləri slice metodu ilə bu şəkildə əldə etmiş oluruq. Ona görə də 3-cü indeksdən başlayıb təkrar dala qayıtmaq mümkün deyildir. Daha sonra massivdən element silmək və əlavə etmək üçün splice metodundan istifadə edəcəyik. Bura mən splice yazıram və 3-cü indeksdən başlamasını mən istəyirəm. 3-cü indeks bura 4-ə düşəcəkdir və 4-ə qədər olan digər rəqəmlər buradan silmiş olacaq. Yəni 1, 2 və 3 rəqəmlərini buradan siləcək və yalnız bir rəqəm göstərməsini burada istəyirəm. Ona görə də sadəcə 4 rəqəmi gəlmiş oldu. Əgər mən gəlib bura 3 yazsam, 4, 5 və 6 rəqəmlər də bu şəkildə gəlmiş olacaqdır. Yəni ilk dəyər indeksi göstərir, neçənci indeksdən başlamasını göstərir. Ancaq sonuncu dəyər neçə rəqəm göstərməsini istəyiriksə, bu şəkildə qeyd edirik. Yəni bu indeks sayılmır. Misal 5-ci indeksdən başlasın. Burada tutalım ki, bir dənə göstərsin hələ ki. Baxın 5-ci indeks 0, 1, 2, 3, 4 və 5. Yəni 6-nı buradan yazmış olacaqdır. Və altdan əvvəlki rəqəmləri buradan siləcək və sadəcə 6-nı array içərisində qeyd edəcək. Bir rəqəm göstərməsini istədiyim üçün sadəcə 6-nı burada görmüş ola bilirik. Əgər mən gəlib bura 3 yazsam, altdan sonra rəqəm olmadığına görə yenə də 6 rəqəmini burada görmüş ola biləcəyik. Yəni heç bir error vermədən bu şəkildə splice metodundan istifadə edəcəyik. Daha sonra massivləri birləşdirmək üçün concat metodundan istifadə edəcəyik. Bunu bu şəkildə yazaq. Tutalım ki, bu array 1 olsun və bu isə array 2 olsun və bu rəqəmləri silirəm. Buradan da bu rəqəmləri silmiş olam və daha sonra array 1 ilə array 2-ni concat metodu ilə bu şəkildə birləşdirirəm və bunu belə yazaq. Hər hansısa bir dəyişkənə əlavə eləyək. Let result yazaq. Dəyəri görək və konsolda resultı yazmış olaq və baxdığım zaman 1, 2, 3, 4, 5, 6 rəqəmlərini sadəcə tək bir array içərisində bu şəkildə görmüş ola biləcəyik. Yəni concat metodu ilə massivləri birləşdirmək üçün istifadə edəcəyik. Daha sonra massivi stringə çevirmək üçün misal bunu buradan silirəm. Array nöqtə join metodundan istifadə edəcəm və vergül ilə bunu ayırmağını istəyəcəm. Və bunu baxdığımız zaman tipi string olaraq gəlmiş oldu. Yəni qapalı mötərizələri artıq burada görmürük.
Bunun tipinə baxdığımız zaman type of deyə verirəm. Baxın, tipi string bir dəyər kimi gəlmiş oldu. Yəni biz burada join metodundan istifadə edərək massivi stringə çevirmiş olduq. Əgər mən gəlib burada type of-u buradan silirəm, vergülü buradan sildiyim zaman baxın, birləşik gəlmiş olacaqdır. 1, 2, 3 bu şəkildə gələcəkdir. Əgər boş bir ara məsafəsi ilə gəlməyini istəsəm, baxın bu şəkildə rəqəmlərimiz qeyd olunmuş olacaqdır. Daha sonra massivi tərsinə çevirmək üçün reverse metodundan istifadə edəcəm. Bura reverse yazıram və içərisi boş bir şəkildə olacaqdır. Və 3, 2, 1 kimi tərsinə çevrilmiş oldu. Yəni massiv dəyərləri tərsinə çevrilmiş oldu. Massivi sıralamaq üçün sort metodundan istifadə edəcəm. İstifadə etməmişdən əvvəl rəqəmləri bu şəkildə yazıram. Misal buna 35 verirəm və array 1 nöqtə sort metodu yazaraq kiçikdən böyüyə doğru bu şəkildə sıralamış olduq. Yəni 2, 22 və 35 dəyərlərini sıra ilə düzmüş olduq. Ancaq bəzi məqamlarda sort metodu o qədər də düzgün çalışmır. Misal, bura mən 1, vergül, 5, 10 və 2 dəyərlərini yazıram, yeniləyirəm. Baxın, burada 1, 10, 2 və 5 kimi gəldi. Yəni 10 dəyəri düzgün sıralanmadı. Bunun mən düzgün sıralanmağını istəyirəmsə, map və filter metodunda bu üsulu görmüşdük. Biz funksiyadan istifadə edəcəyik. Bura mən tutalım ki, A və B dəyərlərini yazıram və geriyə ox işarəsi ilə sıralamaq istəyirəm. Yəni kiçikdən böyüyə doğru sıralamaq istəyirəm. Yəni A-dan B-ni çıxıram. Baxın, 1, 2, 5 və 10 kimi gəlmiş oldu. Yəni bu düzgün bir gedişatdır. Əgər mən kiçikdən böyüyə burada sıralamaq istəsəm, B-dən A-na çıxmış olacağam və qarşımıza 10, 5, 2 və 1 kimi dəyərlər gəlmiş oldu. Sort metodunun daha dəqiq və düzgün bir cavab döndürməyini istəyiriksə, belə bir metoddan bu şəkildə istifadə edəcəyik. Daha sonra massivi tək dəyərə çevirmək üçün reduce metodundan istifadə olunacaqdır. Misal, mən gəlib burada let sum dəyərini yazmış olan və array 1 içərisindən reduce metodundan istifadə edərək yenə eyni qaydada burada ilk dəyər olaraq biz özümüz qeyd edəcəyik və ikinci dəyər isə bizim array içərisində yazdığımız dəyərlər olacaqdır. Və geriyə yenə ox işarəsi ilə üzərinə array içərisindəki dəyərləri əlavə edirik və vergül qoyaraq ilk dəyəri 0 kimi qeyd alırıq. Yəni burada 0 bizim buradakı dəyərimiz olacaqdır və 0-ın üzərinə 1-i əlavə edərək 1-i burada yazmış olacaq. Bunu böyüdürəm. Daha sonra 1-in üzərinə 5 əlavə edəcək. 6 dəyərini yazmış olacaq və 6 dəyəri bu şəkildə qeyd olunacaq və daha sonra 6-nın üzərinə 10 gələcək. 16 dəyərini yazacaqdır və son olaraq da 16-nın üzərinə 2 dəyərini gələrək 18, toplamda 18 cavabını almış olacaq və konsola baxdığımız zaman sum metodu, daha doğrusu sum dəyəri 18 dəyərini bizə qaytarmış olacaqdır. Yəni bu da bizim hesabladığımız düzgün bir yöntəm idi. Yəni burada ilkin dəyər olaraq biz 0-ı qeyd etdik. 0 burada ilk dəyəri topladı. Tutalım ki, bura 1 yazdı və yenidən 1-i bura əlavə etdi. İkinci rəqəmi, yəni 5-i toplamış oldu. 6-nı qeyd etdi və ilkin dəyərimiz hal-hazırda burada 6 oldu. 6
bu dəyər kimi belə deyək göstərilir və daha sonra 6-nın üzərinə digər rəqəmləri əlavə edərək bu şəkildə reduce metodundan istifadə edərək tək bir dəyərə çevirmiş olduq. Massiv içərisində ən azı birinin şərtə uyğun olub olmadığını yoxlamaq üçün sum metodundan istifadə edəcəyik. Burada array içərisində sum metodunu yazıram və eyni qaydada hər bir dəyəri bu şəkildə yoxlayıram. Misal 2-dən böyük hər hansısa bir rəqəmimiz varmı? Əgər varsa mənə true cavabı gəlmiş olacaqdır. Əgər misal 2-dən kiçik dəyərimiz varmı deyə baxıram. Burada vardır. Bunları mən silirəm. Və baxdığım zaman false cavabı gəlmiş olacaqdır. Çünki 2-dən kiçik hər hansısa bir dəyər yoxdur. Ancaq bütün rəqəmlərin şərtə uyğun olub olmadığını yoxlamaq üçün every metodundan istifadə edəcəyim. Misal bu rəqəmlər olduğu kimi qalsın və every metodunu buraya yazıram. Baxın, every metodunda birdən kiçik, daha doğrusu 2-dən kiçik bir rəqəm vardır və digərləri bu şərtə uyğun deyil. Bu şərtə uyğun olmadığına görə bu bir rəqəmini nəzərə almayacaq və cavabı false deyə qaytarmış olacaqdır. Çünki biz every metodu ilə hər birini yoxlamış olduq. Əgər mən gəlib burada 0 yazsaydım, true cavabını almış olacaqdım. Çünki hər bir dəyər 2-dən kiçikdir. Daha sonra massiv içərisində daha bir massiv varsa, yəni nested bir array varsa, bunu düzləşdirmək üçün flat metodundan istifadə edəcəyik. Misal 1, 0, daha sonra birdən də array əlavə edirəm bura. Bura 2, 3 dəyərlərini verirəm. Daha sonra vergül qoyuram. Yenə bir qapalı mütərizə açaraq 4 və 5 rəqəmlərini bura yazıram. Və flat metodundan istifadə edirəm burada. Və bunun içərisini bu şəkildə silirəm. Və konsola baxdığım zaman nested array sadəcə bir array içərisində bu şəkildə yazılmış oldu. Bu da flat metodundan istifadə edərək nested array-i düzləşdirmiş olduq. Bir də bizdə flat map metodu vardır ki, bunu örnəklərlə göstərmiş olum. Misal burada 1, 2 və 3 dəyərlərimiz olsun. Bunu vergül 3 yazıram və flat map metodundan istifadə edərək burada hər bir dəyəri geriyə bir array içərisində tutalım ki, bunun 2-yə vurulmuş formasında göstərmiş olalım. Və baxdığım zaman baxın, 2-ni 1-ə vurdu, 2 cavabını yazdı və array-in içinə əlavə etmiş oldu. Daha sonra 2-ni 2-yə vurdu, 4 cavabını yazdı və 3-ü 2-yə vurub 6 cavabını yazaraq bir array-in içərisində bu şəkildə istifadə etmiş olduq. Baxın, indeksə görə də burada baxsaq 0-cı indeksdə 2, 1-ci indeksdə 4 və 2-ci indeksdə 6 toplamda içərisindəki uzunluğu 3 kimi görmüş olacaq. Və bir də burada uzunluğu görmüşkən JavaScript-də length xüsusiyyətini də görmüş olaq. Bura mən gəlib length yazdığım zaman array içərisində, yəni massivin neçə elementi olduğunu bu şəkildə görmüş ola bilərik. Baxın, buradan 3 element olduğunu görmüş olduq. Bu string metodlarında bilmirəm izah etmişəm ya yox. Stringdə də baxaq. Tutalım. Bunu mən silirəm. Və bura RNRTV yazıram. Və baxdığım zaman 5 xarakterdən ibarət olduğunu görmüş ola bilərəm. Yəni bu string metodlarında da length metodundan istifadə edərək neçə elementin olduğunu bu şəkildə görmək ola bilərik. Və daha sonra array yaratmaq üçün array .from'dan istifadə edəcəm. Tutalım ki, bura hello bir cavabını yazıram
Və baxın qarşımıza hər bir hərfi bir string içərisinə alaraq bu şəkildə array içərisinə əlavə etmiş oldu. Dəyərin array olub olmadığını yoxlamaq üçün isə array is array metodundan istifadə edəcəyik. Burada da array is array metodunu yazaraq burada tutalım ki array 1-i, yəni bu dəyəri yoxlamış oluram və bu dəyər true bir cavab olaraq qaytarmış olacaqdır. Ancaq bu dəyər string olsa bu şəkildə baxın false bir dəyəri almış olacaq. Çünki bu string bir dəyər olduğuna görə false dəyərini burada almış olduq. Və son olaraq massivi müəyyən dəyərlərlə doldurmaq üçün fill metodundan istifadə edəcəyik. Burada bunu silirəm və array1 nöqtə fill metodu deyərək burada hər bir dəyərin 0 olmağını mən görmək istəyirəm. Və bu şəkildə hər bir dəyər massiv içərisindəki hər bir dəyər 0 olaraq gəlmiş oldu. Real layihələrdə ən çox fill metodunu bu şəkildə yazırlar. Tutalım ki let page olsun və burada new array'dən istifadə edərək 5 dənə, yəni array'in içərisi 5 xarakterli olsun, xarakter uzunluğunda belə deyək olsun və bunun içərisini 0 rəqəmi ilə doldurmuş olaq. Və pages dəyərini konsolda göstərdiyimiz zaman baxın 5 ədəd 0 rəqəmini massiv içərisində görmüş ola bilərik. Bunu real layihələrdə çox zaman bu şəkildə istifadə edirlər və yaxud da ki fill metodunun digər bir üsulu vardır ki, bu da başlanğıc və son indeksinə görə ayarlamaqdır. Misal burada 1, 2, 3, 4, 5 və 6 yazıram. Və bura array 1-i fill metoduna istifadə edərək baxın hansı dəyər olduğunu, yəni hansı dəyərlə dolacağını bura əlavə edirəm. 0-ı bura əlavə etdim və daha sonra başlanğıc indeksi 1 olsun və bitdiyi indeks 5 olsun. İndi 0-cı indeks 1 olaraq qalacaqdır. Və buradan da baxdığımız zaman 0-cı indeks 1 olaraq gəldi. Daha sonra başlanğıc indeksi, yəni birinci indeksdən başlayacaq. Birinci indeksimiz burada 2-dir. 2-ni 0 deyə verəcək. Daha sonra ikinci indeksimiz 3-dür. 3-ü 0 verəcək. 4-ü 0 verəcək. 5-i 0 verəcək. Və baxın burada 0, 1, 2, 3, 4, 4 və 5. 5-də dayandığına görə, yəni bu son bitdiyi indeks olduğuna görə 5-i burada, 5-ci indeks burada 6 kimi yazacaqdır. Yəni 6 dəyərində yazacaqdır. Yəni toplamda 1, 2, 3 və 4 rəqəm 0 dəyəri ilə dəyişmiş oldu. Və digər 1-ci və 6-cı rəqəm olduğu kimi qalmış oldu. Bu da fill metodundan 2 cür istifadə edə biləcəyimiz bir metoddur. Array metodlarından da bu qədər. Növbəti dərsimizdə artıq object metodlarından tanış olacaq. Ümumiyyətlə object nədir? Bu haqda məlumatlı olacaq. Növbəti dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.